Salam dəyərli izləyicilər, biz bu günləri Şəmkir rayonunun Çınarlı qəsəbəsində Şəhid Etibar Həsənov adına bir saylı tam orta məktəbdəyik. Və burada olmamızın səbəbi odur ki, bir ilə yaxındır ki, təmirə bağlanan məktəb hələ heç bir iş görmürdür. Çox təəssüf verirəm ki, sözlərini əməl eləmədilər, məktəbdə heç bir təmir iş görmürdür. Və bununla bağlı da valideynlər, uşaqlar öz çətinliklərini çəkirlər, məktəbə gedib gəlməkdə. Bizim qəsəbənin məktəbi olaraq Seyfəli kəndinə məktəbə gedib gəlirlər. Və çox təəssüf verirəm ki, işə yaxşı baxmırlar, söz verdikləri halda hələ heç bir iş görmürdür. Və bununla bağlı qəsəbə sakinlərindən öz şikayətlərini sizə çatdıracağam. Salam əziz tamaşaçılar və sakinlər. Bizim qəsəbəmiz rayonun ən böyük qəsəbəsi olmağına baxmayaraq, burada iki orta məktəb yerləşir. Biri təmirə dayanıbdır, birində də kesmeyin olmağına baxmayaraq uşaq çatışır. Uşaq yerləşə bilmir. Ona görə də uşaqları dağıdıblar başqa kəndlərə. 10 mindən çox ailesi olan bir qəsəbənin məktəbi dayanıbdır. 40 ildən çoxdur bu məktəbin müddəti keçibdir. 21-ci ildən də söz veriblər ki, təmir olunacaq, hələ də olunmur. Dayanıb eləcənə uşaqlar da düşüb çöllərə, gediş-gəlişi çətinləşib uşaqların əziyyət çəkirlər. Söz verirlər ki, eləyəcək, nə vaxt olunacaq bilinmir. Eləcə də qalıbdır təmirsiz. Elə bir dənə yiyəsiz, sahibsiz bir mülkdür. Durub ortalıqda durum eləcə bağlı qalır. Uşaqlar da qalıb çöllərdə, uzaq yollardan gələ bilmirlər, gedə bilmirlər, çətinlik çəkirlər. Xahiş edir bu haqda bir köməklik göstərəsin bizə. Bu məktəbi bərpa edək, uşaqlar qayıtsınlar yerinə. Böyük məktəbdir, az qala bir, bəlkə də 1000 nəfər burada şagird oxuyub vaxtı ilə. İndi o uşaqlar hamısı dağılıb çöllərə, hərəsi bir tərəfdə. Çətinliklə olsa da gedib oxuyurlar. Xahiş edib bu işdə bizə köməklik eləsiniz. Heç bir təşkilat bizə bir şey baxmır, süründürür. Satırlar olacaq, növbəsi çatında olacaq. Nə vaxt olacaq bilinmir. Eləcə də qalıb bərbad halda. Elə bir ki, məktəb bir dənə bir müharibədən çıxmış bir obyektdir. Heç bir yiyəsi sahibi da yoxdur, baxan da yoxdur. Salam, hörmətli sakinlər, hörmətli valideynlər. Mənim burada çıxış eləməyim ondan ibarətdir ki, mənim evladım burada təhsil alır, çox əziyyət və əzab çəkirik. 4 kilometr, 5 kilometr, 6 kilometr yol gəlirik. Uşağım soyuq olur, isti olur, yağışlı var, bunun qarı var. Mən özüm 2-ci qrup Qarabağ əlli Nəsibov Kərim, Şəmkir rayonunun Çınarlı qəsəbəsinin sakini. Özüm də vətən uğrunda qolumu itirmişəm, bir qolum yoxdur, sağ qolum yoxdur. Mən cənab prezidentdən, onun xanımı Mehriban xanım, vitse prezidenti və təhsil naziri onlardan xahiş edirəm ki, bizim bu şikayətimizə baxsınlar. Artıq dərəcədə yuxarı rəhbərlikdən xahiş edirəm. Məktəbimiz bu vəziyyətdədir, bərbad günündədir. İstilik sistemi yox, döşəməsi yox, pəncərəsi yox, qapısı yox. Uşaq gəlir təhsil almağa, xəstələnir. Mənim də imkanım yoxdur, qazi adamam, vətəndaşam. Mənim dövlət verən təqaüdlə çətinlik çəkirəm, uşağıma dəvə-dərman alın, bilmirəm, təhsilinə yönəndim və yaxud da evin ərzaqlarını alın və yaxud da digər geyimləri alın. Mən cənab prezidentdən, onun xanımı Mehriban xanımdan, təhsil naziri, sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim bu şikayətlərimizə baxasınız. Bizim qəsəbəmizdə 2 dənə məktəb ola, Etibar Həsənov adına olan məktəbimiz bu vəziyyətdədir. Bizim uşaqlarımız gedib Seyfəli kəndində təhsil alır. Yolumuz uzaq olduğu üçün evladlarımız gedə bilmir. Kimin imkanı var, maşın tutub maşınla gedir, kimin imkanı yoxdur, gedə bilmir. Hətta maşın da xarab olur, yararsız olur, uşaq qalır yağışın, suyun, qarın altında xəstələnir. Mən yenə sizdən, cənab prezident, xahiş edirəm dönə-dönə, Mehriban xanım sizdən xahiş edirəm, təhsil nazirimiz sizdən xahiş edirəm, bizim şikayətimizi işıqlandırasınız və tez bir zamanda bu məktəbin təmiri ilə bağlı bir qərar verəsiniz. Qardaş, bizə verilən məlumata görə 35 ilə yaxındır ki, bu məktəb bərbad halda təmirsizdir, düzdürmü? Bəli. Hal-hazırda 1 ilə yaxındır ki, təmirlə bağlı məktəb bağlanır və tələbələr Köçək Seyfəli kəndində olan məktəbə. Bəli. İndi hal-hazırda nə deyirlər bu təmir olmalı? Təmirlə bağlı
hələ ki yuxarı rəhbərliyin əmrini gözləyirlər, qərarını gözləyirlər ki, bərpa olunsun. Bizim evladlarımız da gələcəyin əskəri ola bilər, əskəri olacaq, daha doğrusu gələcəyin polisi ola bilər, gözəl məktəbdə təhsil alıb, gələcəyin polisi, gələcəyin həkimi, gələcəyin professori, alimi ola bilər. Biz uşaqlarımızı gözəl müasir məktəbdə təhsil almaqları üçün dövlətimizdən xahiş edirik, müraciət edirik ki, bizim məktəbimizi bərpa eləsinlər. Biz də gözləyirik cənab prezidentin və Mehriban xanımın, təhsil nazirimizin əmrini və bizim məktəbimiz tez bir zamanda bərpa olunsun. Məktəbimiz 1 ilə yaxındır, səhv eləmirəmsə 2 ilə yaxın olmalıdır, bağlanıb. Hələ də qərar qəbul olunmuyor, hələ də işçi qüvvəsi yönəlməyib, burada bərpa işləri, təmiri aparılmıyor. Hələ də gözləmədəyik. Biz də artıq dərəcədə mən öz adımdan, öz yaxınlarım adımdan, onların da balaları burada təhsil alır, öz qardaşımın balaları və yaxud onlar da uzaqdır yolumuz, gəlib gedə bilmirlər. Uşaqlarım mənim neçə dəfələrlə xəstələnib, mən onların dəvə dərmanlarına imkan edib, onlara sağlamlıqları üçün dəvə dərman ala bilməmişəm. Artıq dərəcədə xahiş edirəm ki, bizim bu şikayətimizi nəzərə alsınlar. Tez bir zamanda Şəmkir rayonunun Çinarlı qəsəbəsinin Etibar Həsənov adına bir saylı məktəbimizin təmir və bərpa işlərinə baxılsın. Çox sağ olun, minnətdaram. Çox sağ olun. Dəyərli dostlar, dəyərli izləyicilər, bildiyiniz kimi Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adına məktəb artıq 2-ci tədris ildir ki, təmirə bağlanıbdır. Təmirə bağlandığından da Çinarlı qəsəbəsi sakinləri qonşu Seyfəli kəndindəki məktəbdə dərslərini davam etdirirlər. Və biz də Çinarlı qəsəbəsi sakinləri olaraq dəfələrlə aidiyyatı qurumlara, Təhsil Nazirliyinə və digər müvafiq qurumlara müraciət eləmişik ki, Şəmkir rayon Çinarlı qəsəbəsindəki bir saylı məktəbdə tədrisin hansı səbəbdən dayandığı və niyə bu tədrisin bərpa olunmamasını biz dəfələrlə müraciət eləmişik, hələ də yəni bunu təmin etmirlər. Biz buradan yenə də müvafiq qurumlara, başda Təhsil Naziri Emin Əmirullayevə müraciət edirik ki, Şəmkir rayon Çinarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına olan məktəbdə tədrisi bərpa eləsinlər. Və dəfələrlə də müxtəlif televiziyalardan burada çəkilişlər olunubdur. Sinif otaqları, bütünlükdə məktəbin ətrafı, məktəbin içərisi tamamilə bərbad vəziyyətdədir. Biz Təhsil Nazirindən xahiş edirik ki, bura müvafiq öz nümayəndələrini göndərsinlər, araşdırma aparsınlar və burada tədrisi bərpa eləsinlər. Həmçinin də bu məktəb Şəhid Etibar Həsənovun adınadır. Bildiyiniz kimi Etibar Həsənov da Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olubdur. 1992-ci ildə xüsusilə Gədəbəy istiqamətində gedən döyüşlərdə iştirak edib, Bakıkəndin alınmasında, Mutudərən alınmasında xüsusi xidmətlər göstəribdir. Dəlikürd dəstəsinin tərkibində döyüşübdür. Və Çinarlı qəsəbəsi bildiyimiz kimi böyük bir qəsəbədir. Bu qəsəbənin əhalisi 10 minə yaxındır. Burada 2 məktəbdə tədris davam eləyir. Təəssüf ki, bugün bir məktəbdə tədris dayanıbdır. Qonşu Seyfəli kəndində tədrisi davam elətdirirlər müəllimlərimiz. Biz istərdik ki, yenə də mən xahiş edirəm Təhsil Nazirindən öz nümayəndələrini göndərsinlər bu məktəbdə bir baxış keçirsinlər və buradakı vəziyyəti yenidən araşdırsınlar və bir qiymətləndirmə aparsınlar. Artıq 2-ci ildir ki, burada tədris dayanıb. Bu nə vaxta qədər davam edəcək bu? Yəni, bugün bildiyimiz kimi Azərbaycanın müxtəlif yerlərində məktəblərin tikintisi, təmir bərpa işi aparılır. Amma 2 ilə yaxındır burada bir dənə olsun belə mismar da olur. Səbəbi nədir? Biz həmçinin izahat da tələb edirik. Çünki 10 minlik qəsəbənin sakinləri hansı səbəbdən başqa bir qəsəbənin, kəndin ərazisindəki məktəblərə getməlidir? Bunun qışı var, bunun istisi var, bunun yəni bütün bunları nəzərə almaq lazımdır. Mən bir daha aidiyyatı qurumlardan, aidiyyatı şəxslərdən xahiş edirəm ki, Çinarlı qəsəbəsindəki bu vəziyyətdə olan, təmir bərpaya ehtiyacı olan məktəbin təmir bərpasını həyata keçirsinlər və qəsəbə sakinləri öz təhsillərini burada davam etdirsinlər. Çox sağ olun.
Çınar TV her zaman sizinle, sizin kanalınız.